İmam Sadiq bizim imamımızdır. Bir zındıq o kəsə deyilir ki, heç bir şeyə etiqad bəsləmir. Zındıq yəni nə? Yəni kafirdən yuxarı dərəcədir. Elə kafirlər var ki, heç olmasa nəyəsə etiqad bəsləyirlər. Zındıq isə ümumiyyətlə heç nəyi qəbul etmir. Zındıqlar deyirdilər ki, biz gedib İmam Sadiq ilə bəhs etdikdə, Həzrət o qədər gözəl şəkildə qulaq asırdı ki, biz deyirdik ki, artıq onu bəhsdə məğlub etmişik. Sonra başını qaldırır və bir cümlə ilə bizim argumentlərimizi darmadağın edirdi. Ardınca bir daha başını aşağı salırdı. Bir də bizə baxaq. Bacılarla, qardaşlarla danışarkən bir-birimizi dinləməyə heç dözümümüz yoxdur. Elə deyirik, sözünü balla kəsin. Bu şəkər hansı dərdə dərman ola bilər ki? İmam Sadiqin dövründə zındıqlar vardı. Mən ehtimal verirəm ki, Abbasi xəlifələri qəsdən onlar üçün hər bir şərait yaratmışdılar. Bilirsiniz niyə görə? Gəlib debat keçirsinlər, araya dava salsınlar. Bununla da ümumi nəzəri xilafətin iqtidarından, onların etdiklərindən yayındırsınlar. Deməli, bir zındıq İmam Sadiqlə bəhs etməyə gəldi. İmam onlarla bəhs aparırdı. Üsul-i Kafiyə baxın, Şeyx Saduqun Tövhid kitabına baxın. İmam Sadiqin, İmam Rızanın bu cür şəxslərlə bəhsi olmuşdur. Bu mübahisələrdə cavab verir, cəmaata doğru yolu göstərirdilər. Bu da dedi ki, gəl bəhs edək. İmam Sadiqin tələbələrindən biri dedi ki, ağa icazə verin, mən bəhs edim. Həzrət dedi ki, yaxşı, bəhs elə. Çölə çıxıb xeymənin qarşısında əyləşdilər. Xeymə yəni nə? Bir parçadan ibarətdir ki, səsin içəri və ya çölə çıxmasının qarşısını ala bilmir. Deməli, xeymənin çölündə oturdular, İmam Sadiqin tələbəsi əyləşdi, zındıq əyləşdi, İmam Sadiq də xeymənin daxilindədir. Bir saat bəhs etdilər. Sonra bu zındıq məğlub oldu. Məğlub olaraq çıxıb getdi. Şagird xeyli xoşhal halda xeymənin içinə daxil oldu. İmamdan soruşdu, ağa sizə qurban olun, bəhs necə idi, yaxşı idi? İmam buyurdu, bəhs yaxşı idi, lakin bəzən sən onun haqlarını ayaq altına atırdın. Yəni, zındığın belə haqlı olması mümkündür. Ey, vay olsun mənə, vay olsun mənə. Mən tələbəyə vay olsun. Zındıq da haqlı ola bilər. Əgər sən İmam Sadiqin məktəbində bu qədər bəhrələnməmiş olasan ki, ailənlə belə söhbət edə bilməyəsən. Görürsən ki, haqlıdır, dinən, bəli, xanım, düz deyirsən. Heç bir şey olmaz, heç bir eybi problemi yoxdur. Bəli, xanım, doğru dedin. Əşi yox, 100 il keçsə belə sən mənim həddimə gəlib çata bilməzsən. Olmayasa mənə haqq öyrədirsən? Ay cənab, təhqir niyə edirsən? Övladınla danışırsan? İmam Sadiq məktəbindən azacıq bəhrələnmiş olsan, görsən oğlun düz danışırdı ki, düzdür.